İnsanlar arasında bu anlayış yayğındır ki, onkoloji diaqnoz artıq son demək. Həyatın sonu kimi baxılır. Bəli. Elədirmi indi? Kəsinliklə elə deyil. Müasir dövrdə biz bilirik ki, xəstələrimizin bir qismi tamamilə sağala bilir bu xəstəlikdən. Bir çox xəstəmiz üçünsə bu sadəcə bir şəkərli diabet ya da hipertansiyon xəstəliyi kimi xronik ilac qəbulu gərəkdirən və stabil şəkildə saxlanıla bilən bir xəstəlikdir və ona görə də əslində biz xəstəmizə də, xəstənin yaxınına da bu dünyanın sonu, həyatın sonu deyil. Sadəcə necə əslində naviqasiyon sistemində rota yenidən oluşturuldu deyə bir söz var. Yəni həyatın istiqaməti təzədən oluşturulmalıdır. Ona uyğun bir şəkildə mərhələli, addım-addım gedərək və bunun aslında öhdəsindən gəlmənin mümkün olduğunu da ona çatdırmaq və bunu da edərkən çəhrayı eynəkdən də baxmadan, yəni xəstəyə də hər şeyin çox bəsitdir, heç bir şey yoxmuş kimi də danışmadan həm ümidi qoruyub, amma həm də vəziyyətin ciddiyyətini və gerçəyi axtararaq onun bütün müalicə, müayinə, gərəkirsə əməliyyat və ya şüa terapiyası kimi mərhələlərdən keçdikdən sonra ancaq sağala biləcəyini də ona düzgün çatdırmaq lazımdır.